Görürsən, hə, cır şəkilçisini. Cır şəkilçisi həm isim düzəldən şəkilcidir. Keçən dərs öyrəndiyimiz kimi, həm də sifət düzəldən şəkilcidir. Məsələn, qazanc, tıxac, sevinç sözü. İndi burada sən diqqətini bir məqama çəkmək istəyirəm sevinç sözünə. Sevinç sözünü adətən kökünü sev götürürlər. Sev kök incdəki leksik şəkilçi kimi götürürlər. Amma bu yanlışdır. Sən bunu necə yadında saxlaya bilərsən? Hər sevən sevinmir. Yaxşı, hər sevən sevinmədiyinə görə sən bunun kökünü sev götürə bilməzsən. Sevin götürürsən, sözün kökünü, zıd orada leksik şəkilçidir. Yaxşı, bunu unutma. Sonra, bu isim oldu. Amma sifət kimi biz buna baxacağıq. Ana, anac. Anac insan tutaq ki. Necə? Anac insan. İrənc hadisəmi deyim? Nəsə deyim də axırı. İrənc hadisə. Necə hadisə? İrənc hadisə. Bu da nə oldu? Sifət oldu. İst həm sifət düzəldən şəkilçidir, həm isim. Realist, kapitalist dediyimdə isim olacaq. İdealist, materialist olanda sifət olacaq. Dediyim kimi bunlar da necə müəyyənləşdirəcək sifət olduğunu özündən sonra isim artırmaqla və sual verməklə. Caq şəkilçisi dediyimdə yelləncək, tüpürcək. Tüpürcək nə? Tüpürcək. Yelləncək nə? Yelləncək. İsimdir. Amma mən dediyimdə utancaq adam. Necə adam? Utancaq adam. Məsələn, ərincək qız. Necə qız? Ərincək qız. Nə olacaq? Hansı nitq hissəsi olacaq? Sifət aysa. A şəkilçisi. Baxıraq. Həm isim şəkilçisi kimi deyirəm açar, çapar, kəsər, həm də bu belə deyəndə isim olacaq. Açar nə? Açar. Bir də deyirəm axar çay. Necə çay? Axar çay. Gördüyün kimi. Sifət oldu. Aq şəkilçisi dayaq, yamaq, bəzək. Bunlar isim. Parlaq işıq. Necə işıq? Parlaq işıq dediyimdə bu sifət olacaq. Qorxaq adam. Necə adam? Qorxaq adam. Bu da eyni şəkildə